Nəşir 5-ci sinifdən mövzu 15-i keçəcəyik. Sadəcə Asiya xanımın 2 dənə sualı var mövzu 14-dən. O 2 dənə sualın hərəsindən bir dənə izah edəcəm. Sonra keçəcəyik mövzu, sənin də var, tamam olsun. Sonra keçəcəyik mövzu 15-ə. Yaxşı, Asiya, səndə hansı idi qızım? 12-nin birincisi. 12-nin biri, bir də 9. Yaxşı, 12-nin birini deyim bir dənə. Qara lövhə eləyim uşaqlar. Sakin. Bu izahları yazaq defoluyum. Hə, evdə. İndi heç nə yazmırsınız. Yaxşı, evdə hamısını. 12. İndi diqqətlə tam qulaq asın. Sonra sərbəst işlər olacaq. Özünüz yazacaqsınız. Sərbəst işlər. Deməli, Asiyanın sualına mövzu 14-dən bir dənə izah verim. 12-ci sual. Səhifə 50-də. Səhifə 50-də. Deməli, belə bir sualdır. Çox asandır. Asiya niyə əziyyət çəkib bilmirəm. Eyb yox. Hər iki əməl var da burada. Yəni, sıxıntı nədirsə, indi aradan qaldıraraq. 4-dən 17. Uşaqlar, birinci növbədə nə edəcəyik burada? Sağ tərəfin vurmasını yerinə yetirərik. Təbii ki, son cavabımızı alaq. Görək, fərq nəyə bərabərdir? Gəlin, buna ayrıca yazıram. 4 tam 5-də 4, vurulsun 4-də 17. Qarışıq kəsrin kəsrə vurulmasıdır. Bunun üçün bu halda qayda yazdırdım sizə. Birinci addım. Qarışıq kəsri nəyə çeviririk? Düzgün olmayan kəsrə. 5 qalır olduğu kimi 5-i 4-ə vururuq. 20-nin üstün 4-ləri 24. Vurulsun 4'ten 17'ye. Vurmadan önce size demişim ki ihtisar edin ihtiyaç varsa. 20 sakit, xor eləməyin. 24 ilə 4'e ihtisar edin. 24 4'e bölünür, 4 4'e bölünür. Bir dəfə 24 bölünür 6 dəfə. Başka ihtisar apara bilmirəm. 6 ilə 5 getmir, 17 ilə 5 getmir. 6'nı vuracağım 17'ye, burada da 5. Yani burada da görmürəm. Ona göre de bunu hesablayaram. 60, 102. Bölünsün nəyə? 5'e. Qalsın belə. Alıram, indi gəlirəm bu tənliyimə. X minus 2 tam 2'də 1 bərabərdir 5'də. Daha doğrusu bunu belə eləyim qoy. Bərabərdir bu da. Bundan tam ayırsam 102'nin içində 5 nə qədərdir? 20 dənə. 20 tam 5'də 2. Yəni qalıb nə qalırsa sürətdə yazıram. Oldu. X minus 2 tam 2'də 1 bərabərdir 20 tam 5'də 2'yə. Uşaqlar, azalan, çıxılan fərq. Məchul azalanı tapmaq üçün fərqin üzərinə çıxılanı gəlirəm. 20 tam 5'də 2 plus 2 tam 2'də 1. Yusif, sən bütün misalları vurmada bərabərləşdirmirsən. Toplama və çıxmada da bərabərləşdirmə. Aysu, Asiya, qulaq as, yazma. Toplamada 5 ilə 2 müxtəlif məxrəclər olduğu üçün bunları eyniləşdirirsən. 5 ilə 2 ən kiçik orta böləni 10'dur. Bunu vuracaqsan 2'ye, bunu da vuracaqsan 2, bunu vuracaqsan 5'e, bunu da vuracaqsan 5'e. Bu da bərabərdir 20 tam 10'da 4 plus 2 tam 10'da nəyə? 5'e. X bərabərdir 20'nin üstə 2 gəlirsən 22 tam 10'da 9. Bu qədər. Oldu. Ekranın şəklini götür gözəlim. Sakin. Bir dənə, hə? Nə? Hə. 10-cu suala baxırıq uşaqlar. 10-cu sualda bir dənə bunu da izah edirəm, sonra yeni mövzuya keçirəm. Başqa şey bundan daha izah eləməyəcəm. Növbəti təkrar dərslərimizdə verərsiniz. Yaxşı? 10-cu sual. Səhifə neçə idi oğul? Məsələn, 50. 10-cu sualda deyir ki, birincisi 120. Birincisi 120 deyirsə, mən yazıram. Birincisi nədirsə 120 yazdım qabağına. Hər sonraki özündən əvvəlkindən 1 tam 2'də 1 dəfə böyük. Neçə ədəd deyir? 4 ədəd. İkinci ədəd var, üçüncü ədəd var, dördüncü ədəd var. Hər biri də digərindən 1 tam 2'də 1 dəfə böyükdür. Əli. 1 tam 2'də 1 dəfə böyükdür nə deməkdir? 120'ni vurarsan 1 tam 2'də 1'ə. Bunun qaydasını sən necə izah eləmişəm? Yusuf, bunu da səhv yazmışsan. 120'ni 1'ə vuraram dedim axı sizə. Bir tama vuracağım, bir daha da sürətə vuracağım. 2'də neçə eləyir bu da? 120. 120'ni 2'ye bölünür neçə eləyir uşaqlar? 60. Burada da 120. 120'nin yəni 60'ını eləyərəm, toplayarım. Cavab neçə eləyir? 180. Təzələndir, bundan da 2'də 1 tam 2'də 1 dəfə böyük. 180'i vuracağım 1 tam nəyə? 2'də 1'ə.
180'i 1'e vuracağım, eləyir 180 tam. Vurulsun vurulsun yox, bağışlayın. 2'də, biri də təzən 180'ə vuranda 180. 182 neçə dəfə bölünür? 90. 180'in üstə nə gələrəm? 90. Cavab neçə eləyir? 270. Təzəndən 270'in də 1/2'də bir dəfə çoxu əli. Təzən 270'i nəyə vuracam oğlum? Tam hissəsi 1'ə, eləyir 270 tam. 270'i təzən yenə də sürətə vururam Yusuf. Vuranda eləyir mən babam. 2'də 270. 270'i təzən 2'ye bölürsən 135. 270'in üzərinə də nə gəlirsə 135 gəlirsən. 300, 405. Oldu mu? Gözəl və sağ. Bunların cəmini tap, cəmidə nə var ki, cəmləyərsən 120'nin üstünə gələrsən 180'in üstünə gələrsən 270'in üstünə gələrsən 405'i. Bunu məncə neçə? 975. Hə, mən sana bunu da. Mənim burada neydi o? Saçın neydi orada? İlk önce 100. Mövzu 15 uşaqlar. Yeni mövzumuz yazırsınız. Kəsirlərin bölünməsi. Ekranı götürdün mü Dəniz? Ekranı götür. Hə. Yaxşı. Uşaqlar, gəlin belə bir şey deyək. Əvvəlcə mən elə bildim, elə izah eləmişəm, direkt misala gedirəm. Qaydalara baxaq. Qaydalarda nədir? Kəsirlərin bölünməsi nə deməkdir uşaqlar? Bax, mövzu neçədir orada? 15. Mövzu 15. Kəsirlərin bölünməsi. Klasik qaydanı indi müəllimə sizə deyək. Sonra da bəzi növ misallar var, onlara görə də indi sizə deyəcəm. Birinci, klasik qaydamız nədir uşaqlar? Birinci, adi kəsirləri bölmək üçün birinci kəsir olduğu kimi qalır. İkinci kəsirin tərs çevirmək, tərs çeviririk, tərs çevir. Bölmək üçün birinci addım deyim də buna, A addımı deyim, B addımı deyim, yaxşı? Birinci kəsir olduğu kimi qalır, ikinci addım, B addımı nədir? İkinci kəsir tərs çevir, C addımı nədir? Onların hasilini tap. Uşaqlar, Lori dildə yazdığında cümləni, yəni nə eləmək lazımdır? Bəs yaxşı müəllimə, bunu misal kimi necə deyərsən bizə? A bölünsün, B kəsiri verilir, bölünsün, bir də belə bir kəsir verilir. Adi kəsirləri bölmək üçün 2 dənə adi kəsir verilir, qulaq asın. A addımı nədir? Birinci kəsir olduğu kimi qalır. Birinci kəsirim nədir? B'də A. Olduğu kimi qalır. İkinci kəsiri tərs çevir. Tərs nə deməkdir? D'də C'dirsə C'dədir. Tərs çevir. Tərs çevir. D burada, C burada. Onların nəyini tap? İndi nədir məsələ? Bunu elədim. Vurmada qaydalar öyrətmişdik sizə. Nə idi qaydalar? İxtisar varsa ixtisarı. Ondan sonra hesabla. Yaxşı müəllimə ixtisara qədər mən deyileyim bəs. Baxın. İkincisi. Qarışıq kəsirlərin addımları deyəcəm sizə. Yaxşı uşaqlar? Bölünməsi. A addımı nə olacaq A addımı? Hər birini düzgün olmayan kəsirə çevir. İkinci addım. Birinci qaydanı, gəl buna belə deyək, ulduz 1. İkinci B addımı bağışlayın. B addımı ulduz 1'i neyle? Hə? Nə idi ulduz 1 uşaqlar?
Adi kəsrə bölmək üçün. Adi kəsir olacaq da indi çevriləndən sonra. Birinci kəsir olduğu kimi qalır. İkinci kəsir ters çevir. Onları gördünüz. Sonra C variantı nədir? Ehtiyac varsa neyle? İxtisar et. Yəni hələ hasili tapmadan öncə. Üçüncü D addımı nə olacaq? Hesabını. Hesabını. Oldu. Bu sizin üçün bölünməyə aid qayda. Bir dənə də gəlir. Belə yazıram ki, bir səhifədə yerləşsin. Yaxşı. Baxın mənə. Tam ədədin, məsələn 5 bölünsün 2 tam 2də 1'ə. Neçəncisidir? Üçüncüsü. Tam ədəd olduğu kimi qalır. Olduğu kimi qalır. İkinci kəsir, yəni hansı ki böləndir. İkinci qarışıq kəsir yazıram. Yaxşı? Qarışıq kəsir. Nəyə çevrilir? Ay sağ ol, düzgün olmayan kəsrə çevir, kəsrə çevir. Hansı qaydanı et? Ulduz 1 və buna da ulduz 2 yazaq da olar mı elə? Ulduz 2'ni neyle? Mesela tətbiq et. Gəl bir dənə misal yazaq. Məsələn, dəniz qulaq as. Yazıram ki 7 bölünsün 2 tam 14'te 3. Birinci kəsiri gördünüz tamdır. Birinci kəsir nə olur? Ədəd nə olur? Kəsirdir. Bu da elə kəsirdir. Bunun altına 1 yazsın, bu da kəsirdir. Oldu. Olduğu kimi qalacaq. İkinci qarışıq kəsiri nəyə çevirəm? Çevirəndə 14, 28 bura nə düşür? 14'ü 2'ye vuranda 28, o da 3 yok, səhv hesabladı. Səhv hesabladı. Neçə? 31. Yine baxın, neyin yiyəcəm? Bu qalır olduğu kimi ulduz 1, ulduz 2'ni tətbiq edirəm. 31 düşür bura, 14'te bura. Bərabərdir. Burada ulduz 2'de ne yazmışdım? Çevir. Neyle? İhtiyac varsa sar. Var mı ihtiyac görəsən? Yoxdursa onda yazaram 1'e 31'e vuranda neçə eləyir? 7'ni 14'e vuranda neçə eləyir? 98. Burada da ixtisar eləyənmərəm. Burada eləyə bilmədimsə, burada heç vaxt eləyəmərəm. Onda bunun içində də 3 dənə bundan var. 3 dənə 31, 93 eləyir. 31'dən 5. Gördünüz? İndi sən zəhmət olmasa ekran şəkli də götür, kaydı da götür. Uşaqlar, mövzu 15'ten qayda olaraq bu qədər yetərlidir. İndi mövzu 15'in çalışmalarından birincidən. Səhifə 52. Səhifə 52'də. A bəndində 4'te 3 bölünsün 8. Bax, bayaqları biz dedik 8 bölünsün tam ədədi böldük. Eyni şeydir, fərqli heç nə yoxdur. Bax, bunun məxrəcində nədir? 1. Həmişə tam ədədin məxrəci 1'dir, bunu demişik. Birinci kəsir olduğu kimi qalacaq, Yağmur xanım. Vurma yazacaq. 1'də 8'in tərsi nədir? Ayson. Sonra baxıram. Ehtiyac varsa ixtisar edirəm. Nə edirəm? Mən görürüm. Hirslənməyin. Bu cür yazırsınız. Heç bir ehtiyac görmədim. İkinci sualda D bəndini yazacağım. D bəndi. 8 bölünsün 9'da 7. Hərəsindən birini yazıram ki, evdə sizə rahat olsun. Yenə də bunun məxrəci nədir? 1. Fəxrəddin, olduğu kimi qalacaq birinci ədəd, ikinci ədəd isə oğul, tərsinə çevriləcək. Yusif deyirəm, Vaqif,
Fikir verirsən müəllimə necə yazır, kəsirləri hara düşür, mən balam. Bərabərin ortası, işarə ilə eyni, bunlara diqqət edin, yaxşı? Onu da tərs çevirəndə 7-də 9. İxtisar görmədiyim üçün 8-i 9-a vuraram, 72 böl 7. O da eləyir 10 tam 7-də 2. Keçirik 3-cü suala. 3-cü sualda yazacağım B variantını. 12'dan yazacağım. Ne var C'deki? Ay Asya, sen niye özü qorxuzursan gözəlim? Baxın müəlliməyə. Birinci olduğu kimi qalacaq. Dəymirəm 12'dan 11. İkincini dəyişəcəm. Yazma salatın. İpək sən hansısan? Qulaq as salatın. Baxın bura. 2 ilə 12 nə olur? İxtisar edir. 6 burada nə qalır? 1. Başqa heç nə ixtisar görmədiyim üçün 6-nı 1-ə vuram 6, 11-i 1-ə vuram 11. Bu da 1 tam 6'da 5. Sizdən ev tapşırığını bu cür istəyəcəm. Yaxşı, Məhəmməd yazılı düzəlt, köçürtməyə çalışma. Sonra məsələm üçün izah edək 3-dən D variantını. 14'də 13 bölünsün 35'də 26. Uşaqlar, bu düzgün olmayan kəsir, yəni sadə kəsirdir, düzgün zat deyil. Onu düzgün olmayan deyil, yəni fikrimi qarışdırmıram. Bunu olduğu kimi işləyəcəm. Düzgün olmayan olsaydı əgər Fəxrəddin, nəyə çevirərdim bunu? Düzgün olmayan kəsirə, yəni qarışıq olsaydı düzgün olmayan kəsirə çevirərdim, sonra işimi görərdim. Yoxsa əksi təqdirdə, yox əvvəlcə çevirim kəsir hissəsini, sonra işləyim, elə eləməyərsiniz. 14'də 13 olduğu kimi qalır, vurulsun. 26 ilə 35'in yeri dəyişir, tərs çevirir, amma hasilinə düşür, yaxşı? Hasil eləmək üçün bunu tərs çevirirsən. Baxıram 13 ilə 26 bölünür. 13 13'ə bir dəfə, 26 13'ə 2 dəfə. 35 ilə 14'ün ortaq vuruq görürəm, 7 də hər ikisində. 14 7'ye bölünür, 2 dəfə, bu bölünür, neçə dəfə? 5 dəfə. Baxıram ki, burada 2 vur 2 qaldı, burada 1 vur 5 qaldı. 4'də 5. Bu da 1 tam 4'də 1. Keçdim bu tərəfə, 4-cü sual. Gəldik. Ben C'sini yazamam. Yox, qulaq asın. 4-cü sualda gəlin yazaq C'sini. 4-ün C'sini nerede? Ha, baş üstə. Eyni şeydən sinəli, fərqli heç nə yoxdur. Yok ben Ha. Bax, indi burada fikir ver, Ayan. Ayan idi sən ama. Ayan, burada fikir ver, qarışıq kəsirlərdir. Bunları nəyə çevirəcəm? Düzgün olmayan kəsir çevirəcəm. 6 qalır olduğu kimi 6'da 4'ü 29. Hələ çevirməyin, ha, bölmə qalsın. Onu düzəldin sonra. Yaxşı. Birinci kəsir olduğu kimi qalacaq 6'da 29. Vurma olmadan, qulaq asın müəllimə, vurma olmadan ixtisar eləməyə də çalışmayın. Yaxşı, ancaq vurmanı ixtisar edə bilərsiniz. Vurulsun, bunu tərs çevirin bir dənə, sonra işini görəlim. 2 ilə 6 orta vuruqları 2'dir, 2 2'ye bölünür. Bir dəfə, 6 2'ye bölünür, 2 dəfə, 3 dəfə. Başqa heç nə görmürəm. Dəniz, sən görürsən? Ha, Asiya, sən görürsən? Mən də görmürəm. 3'ü 3'e vuranda neçə eləyir? 9, 29'u 1'e vuranda 29. 29'un içinde 9 neçə dəfə? 3 tam 27'dir. 9'da çek. Maşallah, maşallah. Kəsir mövzusunu elə bir sevmişsiniz. Aferin sizin, mən də siz. Aferin sizin. Beşinci suala baxın, beşinci suala. 5 biraz, neyse yox, baxın. Beşinci məsələdir də. Deyir 8'də 5 kilogram darçın hər birində bərabər miqdarda olmaqla 5 paketə yığılarsa. Hər paketə neçə kilogram darçın düşər? Bölmədə uşaqlar. Elə bir 10 dənə konfetin var, 5 nəfərin arasında bölürsən. 8'de 5'i bölürük 5'e. Onu 5'e bölərsən. İndi də burada 8'də 5'dir, 5 yerə bölür. Yəni 8'də 5 bölünər 5. Uşaqlar bunun məxrəcində nədir? 1'dir. Onda birinci olduğu kimi qalacaq, ikincisi tərsinə çevirəcəm. Burada da 5'dən nə olur? İxtisar 1'ə. Qalır nə? 8'də 1. Gəlin məsələn üçün eləyək 10 nömrəlini. 10. Ben o 3'ün derisidir. 3 benim altında 3'ün derisi. Derisi. Ona baxın. Cısı da eyni şeydir uzun. Eyni şeydir. 3'ün derisi. Anarın 60 manat pulu var. Deməli anarın cəmi nə qədər pulu var? 60 manat pulu var. Qulaq asın. Anlayın. Fikri bura ver.
Dayan. O pulunun 15 manatını xərclədi. 60'ın, daha doğrusu bunu belə eləməyək. 15 manat. Nə qədər? 15. Nice. Sonra deyir ki, qalan puluna görəsə nə qədər pulu qaldı? 45 manat. 60'dan 15'i çıxacaq. Neçə eləyər? 45 manatı qalır. Sonra nə deyir mənə? Deyir, qalan puluna kilosu 1,8'də 1 manatdan neçə kilogram kələmək? Yenə də nə eləyəcəm? Biz 45'i böləcəyik 1,8'də birə. Mən onu da düzgün olmaya kəsrə çeviririk. Əvvəlcə bölmədən öncə Düzgün olmaya kəsrə. neçə eləyir bu? 8. 9. Sonra bunu nə eləyəcək? Altına 1 qoyuyoruz. Vaxt 1 var burada. Bəli. Qalsın 1'də 45, vurulsun 9'da 8. Görək xışlarını tərsə çeviririk. 5. Orada 1. Məxrəc daha 1'ə getdisə, qutardı da məxrəc. Onda sürətdə qalır 5 vur 8. Deməli 40 kilogram nəsə ala bilər. On ikinci məsələni də deyək, hə? Ekranı götür, Dəniz. Başladı. Neçən dedim? 12. Vaxtımız var da, hə? 12. Get yaş. 12. 12-ci sualda bizə nə deyir? Deyir, birinci gün bağdan 3,7'də 5 kilogram. Yazırıq birinci gün kiri. 3'dan nə qədər? 7'də 5 kilogram. İkinci gün 6 kilogram. Yazırıq ikinci gün 6 kilogram. Üçüncü gün 4 kilogram biber yığdılar. Üçüncü gün 4 kilogram biber yığdılar. Yığılan biberləri deyirsə, nə edəcəm? Aydın. Mən yəni nəyi tapacağım? Cəmli tapacağım. Yığılan biber deyəndə biz cəmləməliyik. Uşaqlar 3,7'də 5 plus 6 plus 4. Düzdürmü? Yəni burada heç nə yoxdur. Bunlar tamdır, bu da tamdır. 6 üstə gəl 4. 10 üstə gəl 3. 13,7'də 5. Kilogram cəmi nə yığıblar? Nəsə yığmışlar. Niyə artırıram ki? Tamla nə var toplamağa ki? Sonra deyir ki, yığılan biberləri 3,7'də 3 kilogram olmaqla konservləşdirdilər. Deməli, belə qablar var. Hər biri tutur 3,7'də 3, 3,7'də 3, 3,7'də 3. O da deyir, görəsən neçə dənə 3,7'də 3 qabı lazım olur buna? 13,7'də 5'i bölürük. Aysa. Deməli, qab sayını tapmaq üçün, 13,7'də 5'i bölməlisən nəyə? 13,7'də 5'i bölməlisən nəyə? 3,7'də 3'e. Oldu uşaqlar? İndi nə eləyəcəyik burada? 13,7'də 3, birinci hər ikisi nədir? Qarışıq kəsilir. Birinci qayda nə demişdik? Ulduz 2'dən hər ikisini tərs çevirmədən öncə düzgün olmayan kəsə çevirir. 7, 96. 91, o da 5, 96. bölünsün, 7, 21, o da 3, 24. Sonra nə edəcəm? Birinci olduğu kimi qalacaq, 7'də 96 vurulsun, 24 dənə. 96 ilə 24. Elə 4 eləyir də. 4 dənə 24, 96 edir. Elə deyil. Onunla böləndə bu 1 eləyir. Bu da neçə eləyir? 4. Deməli buna neçə qab lazım imiş? 4 qab lazımdır.